Deməli belə. Valideyn tribunadan verdiyi reaksiya var. Bu uşağın psixologiyasına nə qədər təsir edir? Bu mənə nəyə lazımdır? Məndə onsuz da psixoloji hər şey yaxşıdır. Bu gün ümumiyyətcə idman psixologiyasında barmaqla sayılacaq qədər mütəxəssis var. Mən dəli deyiləm. Güclü idmançı psixoloqa getməz. Tamamilə razıyam. Amma günümüzdə sosial media üzərindən idmançılarımıza da psixoloji şiddət olunur. Mənim yanıma da gələn idmançıların çoxu bu problemlə gəlir. Subscribe. Salam və Sportak izləyiciləri, bugün yeni mövzu ilə qarşınızdayıq. Və mənim qonağım idman və kliniki psixologiya üzrə mütəxəssis olan Arzu Süleymanovadır. Necəsən? Salam, çox sağ ol. Yaxşıyam. Salam hörmətli izləyicilər. Çox təşəkkür edirəm ki, məni bu gün dəvət etmisən. Xoşdur. Necə də həyecanlısan? Biraz var. Bax, bu gün özün komfort alanından çıxıb diskomfort alanına gəlmisən. Bəli. Və idmançılar da öz zallarına məşq eləyirlər komfort alanında və gedirlər yarışa çıxırlar diskomfort alanında. Bu məqamdakı həyəcan ona bərabər ola bilər? Ola bilər, düzdür, amma necə ki mən idmançıya kömək edirəm və texnikalar öyrədirəm ki, bu həyəcan biraz yenisin, yəni normasında olsun. Elə də özümə tətbiq edirəm və çalışıram ki, bu da məndə bu gün bir normada olsun. Məsələn, bunu necə tənzimləyirsən? Fərqli texnikalar var. Hər bir idmançıya aid, ona aid öz texnikalar seçirəm. Ən çox xoşuma gələn və tez bir zamanda kömək edən təbii ki, nəfəs texnikasıdır. Və çox bir idmançıya bunu öyrədirəm, necə ki, düzgün eləmək lazımdır və özüm də çox vaxt tətbiq edirəm. Bu günləri ümumiyyətcə idmanda psixologiya çox az danışılır və Azərbaycanda bunun mütəxəssisi də azdır. Düzdür. Bu haqqda nə düşünürsən? Tamamilə razıyam. Çox azdır. Çox az psixoloq var ki, hansı yəni bu idman sahəsini, idman psixologiyasını öyrənir və bunu tətbiq edə bilir. Amma deməyim ki, heç yoxdur, yox var və onları tanıyıram və onlar da federasiyalarla işləyirlər. Bu gün ümumiyyətcə idman psixologiyasında barmaqla sayılacaq qədər mütəxəssis var. Sən də onlardan birisən deyə bilərik. Məncə deyə bilərik. Artıq 3 ildən çoxdur ki, idmançılarla işləyirəm. Azərbaycan İdman Akademiyasının laboratoriyasında idman psixoloqu kimi fəaliyyət görürəm. Mental güclü idmançı anlayışı həqiqətən varmı, yoxsa bu bir mifdir? Yox, təbii ki, var. Çünki elə bir vəziyyətlər olur ki, idmançıya baxırsan, fiziki, texniki demək olar ki, tam hazırdır. Amma psixoloji olaraq yetərli deyil və yarışlarda tam olaraq özünü göstərə bilmir. Amma bunu deyə bilərəm ki, bu yəni doğuluşdan verilən bir yetənək deyil. Bunu uşaq vaxtından idmançılara öyrədərək və necə ki, onlar fiziki və texniki məşq edirlər, psixoloji da məşq etməlidirlər. Ən çox hansı mərhələdə idmançılar yanına gəlir? Ən çox, məsələn, hansısa bir yarışda özlərini tam istədikləri kimi göstərə bilməyəndə artıq yəni başa düşürlər ki, burada psixoloji olaraq nəsə var. Və ən çox olan şey odur ki, mandraj. Yəni həyəcan, yarış vaxtı, yarışdan qabaq çox böyük mandraj və həyəcan yaşayırlar. Ən çox hansı yaş qrupları müraciət eləyir? Hal-hazırda ən çox yeniyetmələrdir. Əslində bu sevindirici bir haldır ki, artıq valideynlər bunun üzərinə düşüblər və yeniyetməlik vaxtından övladlarını, yəni peşəkar idmançı etmək istəyirlərsə, bir psixoloq yanına göndərirlər. Çünki insanların düşüncəsində belə bir alğı var idi ki, öncədən əgər psixoloq yanına gedirsənsə, sənin çox ciddi bir problemlərin var. Bu fikir dağılıbmı artıq? Hələ də var. Hələ də var. Məsələn, idmançılar gəlir və diaqnostik testlərdən keçirlər psixoloji və çox vaxt olur ki, məsələn, deyirlər, bu mənə nəyə lazımdır, məndə onsuz da psixoloji hər şey yaxşıdır, mən dəli deyiləm və s. Ona görə məncə bu mentalda olan bir şeydir, mentalitetdə olan bir şeydir və amma vaxt keçdikcə düzəlir
və dediyim kimi daha çox idmançılar mənə müraciət edir və mənim üçün də bu çox sevindiricidir. Psixoloji baxımdan idmançının ən çox sıxan kimdir? Məşqçisi, valideyni, yoxsa öz düşüncələri? Əslində mən fikirləşirəm ki, bu daha çox yaş kateqoriyasından asılıdır. Məsələn, uşaq vaxtı uşağın yanında ən çox olan valideyndir və ən çox ona təsir edə bilən də valideyndir. Daha çox yaş getdikcə belə deyək də avtoritet məşqçiyə keçə bilir və bu dövrdə daha çox artıq məşqçi idmançıya təsir edə bilir. Və bu iki kateqoriya da ona təsir edir ki, idmançı özü haqqında nə fikirləşir və artıq burada inanclar formalaşır və daha sonra artıq elə ola bilər ki, idmançı özünə də mənfi təsir göstərə bilir bu inanclara uyğun. Valideyn tribunadan verdiyi reaksiya var da ki, günümüzdə bundan çox rastlaşırıq və mən canlı şahidi də olmuşam. Yəni bu uşağın psixologiyasına nə qədər təsir edir? Əslində mənə gələn idmançıların hamısı deməyim, amma çoxuna təsir edir bu. Və idmançılar deyirlər ki, məsələn, valideynlər orada oturanda və onlar bunu biləndə artıq istər-istəməz bunun haqqında fikirləşirlər. Və o məsuliyyət hissi var. Məsuliyyət hissi çoxalır və ona görə bu mənfi təsir edə bilər. Yəni artıq o yarışa çıxanda idmançı fikirləşmir ki, mən bu yarışda ən yaxşı nə bacarıram, onu etməliyəm. O fikirləşir ki, ay görəsən valideynim orada baxır, nə düşünür? Görəsən mən uduzsam nə fikirləşər? Görəsən məni danlayarmı? Hətta bu məqam var ki, yarışdan öncə valideynlər övladlarını çox sıxışdırırlar. Sən udmalısan, sən hamıdan güclüsən, qazanmalısan. Bəzən ona verdiyi bu motivasiya belə bir tərəfdən mənə görə psixoloji şiddət kimi gəlir. Bəli, mənim yanıma gələn idmançılara bu mənfi təsir göstərir. Amma deməyim ki, hamıya. Elə idmançılar var ki, məsələn, onlar deyirlər ki, mənim üçün məsələn anamın orada oturmağı normaldır və bunu dəstək kimi qəbul edirəm. Ona görə, yəni buna da mən çox yaxşı baxıram. Və işləyəndə idmançı ilə biz ona gətirməliyik ki, kim otursa da orada, valideyn olsun, dostları olsun, bu ona fokuslanmamalıdır. Fokusu tam özündə və yarışda ən yaxşı nəticəni göstərməkdə olmalıdır. Bu ola bilərmi ki, idmançının düşüncəsinin valideyndə qalmağı evdə onun valideynləri ilə olan münasibətindən təsir edir? Təbii ki. Çox təsiri elə oradandır və ona görə idmançı gələndə biz ancaq onun yarışda özünü necə göstərəcəyinə fokuslanmırıq. Biz onun şəxsi həyat problemlərinə baxırıq, valideynlərlə, dostlarla münasibətlərinə baxırıq, məşqçi ilə olan münasibətlərə, komandada olan münasibətlərə çox fikir veririk və bunu düzəldəndən sonra artıq biz texnikalara keçə bilərik, hansı ki, daha çox kömək eləyəcək özünü tənzimləmək üçün. Yarışda, yarışdan qabaq, məşqdə o da ola bilər, yəni həyat boyunca. Və əsas idman psixoloqun məqsədi odur ki, idmançı psixoloq olmadan da özünü tənzimləmə bacarıqlarında olsun. Bir məşqçi bilmədən idmançını psixoloji olaraq sındırdığını necə başa düşmək olar? Bu ola bilər və bunu başa düşmək üçün artıq idmançının davranışına baxmalıyıq, emosiyalarına baxmalıyıq. Ola bilər ki, bunun çox pis motivasiyası düşə bilər idmançının. Bu fizioloji proseslərdə də görünə bilər. Məsələn, yuxusuzluq, baş ağrıları, sonra çox pis həyəcan. Və ən pisi odur ki, bu inanclara təsir edir və inanclar yaranır artıq. Və idmançı öz-özünə deyə bilər ki, mən buna layiq deyiləm, mən heç vaxt birinci yer tutmayacağam, mən həmişə uduzacağam və artıq bu simptomlara baxaraq deyə bilərik ki, hardasa nəsə baş verib və buna diqqət etmək lazımdır. Elə bu məqamda bir sual yaranır ki, uzandan sonra idmançıların özündə belə psixoloji gərginlik olur və daha sonra yeni yarışa hazırlaşmaq üçün adaptasiya müddəti çox uzun çəkir və peşəkar dəstək almır hamısı. Düzdür. Bunu necə aradan qaldıra bilərlər? Mənim yanıma da gələn idmançıların çoxu bu problemlə gəlir. Nə vaxtsa uduzublar və artıq
Onun qorxusu var. Bəli, onun qorxusu var və yeni yarış haqqında fikirləşəndə fikirləşirlər ki, həmən o uduzduğu insan qarşına çıxacaq və mən ona yenə uduzacağam. Və bununla işləyərək biz ona diqqət etməliyik ki, uduzmaq idmançı üçün nə deməkdir? Normal bir şeydir, yəni. Onu necə algılayır? Çünki bizim mentalitetdə, yəni uduzmaq çox böyük bir panika yaradır, uduzmaq olmaz, mən həmişə udmalıyam. Amma idmançı bilməlidir ki, idmanda və professional idmanda bu çox normal bir şeydir. Və artıq biz onu necə və biz artıq baxırıq idmançı onu necə algılayır və bu tərəfdən işləyirik ki, idmançı artıq uduzmağa bir katastrofa kimi baxmasın və normal bir proses kimi baxsın. Motivasiya yoxsa disiplin? Disiplin. Nəyə görə? Çünki motivasiya gedib gələ bilər, amma disiplin həmişəlik bizimlədir. Stresin idarəsi yoxsa fokus? Fokus. Fokus olsa stres də idarə olunacaq. Pozitiv düşüncə yoxsa realist yanaşma? Pozitiv düşüncə. Nəyə görə? Çünki bu idmançı üçün çox vacib bir şeydir. Amma realistlik olsa pozitiv düşüncə nəyi nəzərdə tuturam ki, özünü damğamlamaq yox, özünü motivasiya etmək. Yəni mən bacaracağam, məndə alınacaq. Vizualizasiya yoxsa meditasiya? Vizualizasiya. Ritual yoxsa spontan məşq? Məncə disiplin varsa bu ritual olacaq. Ona görə ritual. Təlimat yoxsa öz qərarları? Öz qərarları. Bəzən təlimata ehtiyac duymurlarmı? Bəzən ola bilər, amma öz qərarları olanda 100% biləcəklər ki, yəni bunun məsuliyyəti məndədir. Qələbə düşüncəsi yoxsa prosesə hazırlıq? Prosesə hazırlıq. Mükəmməllik yoxsa təcrübədən öyrənmək? Təbii ki, təcrübədən öyrənmək. Qorxu ilə mübarizə yoxsa risk qəbulu? Risk qəbulu. Tək psixoloji məşq yoxsa komanda ilə? Burada 50-50-yədir. Hardasa o lazımdır. Nəyə görə? Hardasa idmançı üçün tək məşq etmək yaxşıdır. Amma komandasız da olmaz. Bu komanda ilə də olmalıdır. Yəni fərdi idman növü olsa belə, onların komanda ilə. Sizcə motivasiya nitqi yoxsa sakitlik məşqi? Motivasiya həmişə olmur, ona görə sakitlik məncə. Yüksək həyəcan yoxsa kontrollu həyəcan? Kontrollu həyəcan. Yarışdan öncə yoxsa yarış zamanı? Yarışdan öncə. Qısa meditasiya yoxsa uzun refleksiya? Qısa meditasiya daha effektiv gəlir idmançılara, çünki onlar çox sevmirlər uzun-uzun. Daxili dialoq yoxsa məşqçi ilə məsləhət? Daxili dialoq çox güclü olmalıdır. İnsanlar belə psixoloji şiddət görə bilirlər fərqində olmadan. Amma günümüzdə sosial media üzərindən idmançılarımıza da psixoloji şiddət olunur. Yəni izləyicilər tərəfindən çox ağır şərhlər yazırlar. Bir dəfə uduzsa və artıq onun indiyə kimi qazandığı bütün uğurlar heçə sayılır. Yanaşman nədir? Yəni bullying, buna deyim mən sosial bullying həmişə həyatımızda var. Və bu da ondan asılıdır ki, idmançı necə buna reaksiya göstərir, bunu necə algılayır. Çünki elə idmançılar var ki, onlara nə qədər yazsalar da veclərinə deyil. Xarakter məsələsi var biraz da. Bəli, xarakter məsələsidir və bilirsiniz necə bu artıq idmançının özgüvənindən asılı bir şeydir. Özgüvəni tam olsa və ona nə şərh yazsalar, o buna çox fikir verməyəcək. Amma ki, özgüvəni aşağı olan idmançı həmişə fikir verəcək. Ay görəsən mənə nə yazdılar? Ay görəsən məni təriflədilərmi? Nə qədər insan təriflədi? Yəni artıq bunlara fokuslanırlar. Və məncə bu onun üçün çox yaxşı bir şey deyil. Bəzən də idmançılar uduzandan sonra idmanı buraxmaq istəyirlər. Bəli, elə motivasiyaları nə olmalıdır? İlk olaraq idmanı buraxmaqdan söz gedirsə, burada daha çox
yəni reaksiya, emosional reaksiya olmamalıdır. İdmançı oturub biraz emosiyalar keçdikdən sonra bunun haqqında bir neçə dəfə fikirləşməlidir. İdmançılarda motivasiya fərqli olur. Elə idmançılar var ki, onların daxili motivasiyası olur, elələri var ki, xarici. Və bu idmançıdan asılıdır. Daxili motivasiya o ola bilər ki, mən birinci yer tutmaq istəyirəm, mən olimpiyaya çatmaq istəyirəm və s. Xarici də məsələn pul, məsələn başqalarının onun haqqında fikirləri və s. Və buna uyğun artıq hər bir idmançı ilə danışıb bunu dəqiqləşdirmək lazımdır, analiz etmək lazımdır. Yarışdan əvvəl stress həmişə pisdir, yoxsa bəzən yaxşıdır? Buna tam stres deməyim, həyəcan. Həyəcan götürsək, bunun ancaq pis, ancaq yaxşı tərəfləri yoxdur. Və biz hər bir idmançı ilə konsultasiya keçirəndə, mən konsultasiya keçirəndə onun həyəcan normasını dəqiqləşdirirəm. Və kimdəsə bu ondan 5 ola bilər. Buna mən tam olaraq stres deməyim, həyəcan desək daha doğru olar və bu da idmançıdan asılıdır. Məsələn, mən idmançı ilə konsultasiya keçirəndə həmişə onun həyəcan normasını dəqiqləşdirirəm. Və məsələn, elə idmançı var ki, ona ondan 2 bal normadır. Amma elə də var ki, ondan 5 bal artıq normasında olur. Və bunu dəqiqləşdirəndən sonra artıq idmançı özü bilir ki, yarışdan qabaq və ya yarış vaxtı onun həyəcan norması nə qədərdir və özünü tənzimləyərək ona gətirməlidir. Və ona görə həyəcan sıfır heç vaxt ola bilməz və olmamalıdır. Əksinə, həyəcan bizə güc verir, bizi motivasiya edir ki, biz gedək, yəni birinci yeri alaq. Psixoloji dözümlülük sonradan öyrənilir, yoxsa xarakter məsələsidir? Mən deyərdim ki, bu öyrənilən bir şeydir. Çünki idmançı uşaq vaxtından idmana gedərək həm fiziki və texniki məşqləri yox, psixoloji məşqləri də alsa, onun psixoloji dayanıqlığı da olacaq. Və artıq özünü tənzimləmə bacarıqları olandan sonra da çox yaxşı, yəni psixoloji dayanıqlığı olacaq. Bax, döyüş idman növlərində adətən idmançılarımız əsəbi olurlar da. Bu məqamda məşqçi nə etməlidir ki, vəziyyət daha da pisləşməsin? Ümumiyyətlə belə desək, idmanda idman aqressiyası deyə bir termin var və bu da normaldır. Amma məşqçi məncə idmançının belə deyim, həyəcanına, aqressivliyinə biraz empatiya göstərib daha çox üstünə getməyi yox, yanında durmağı və dəstək olmağı tərəfi seçməlidir. Mən düşünürəm ki, hazırda Azərbaycanda hələ də idman psixologiyası mövzusuna ciddi yanaşılmır. Sənin fikrin nədir? Mən də çox bunu görürəm. İdmançılardan da, ən çox məşqçilərdən bunu görürəm. Yəni məşqçilər deyir ki, o bir düşüncə var, məşqçi idmançının psixoloqudur, valideynidir. Düzdür, məşqçilər özləri də özlərini belə qələmə verirlər. Bəli, ki biz özümüz psixoloquq, bizim idmançılara psixoloq lazım deyil və s. Məncə bu düzgün yanaşma deyil, çünki məşqçi bir dənədir və onun çox saylı bir idmançıları var və hamısına yetərlincə diqqət göstərə bilməz. Və buna görə o yaxşı olar ki, yanına bir psixoloq alsın, yəni iş bir yerdə getsin, ayrı-ayrı yox. Daha yaxşı olar ki, məşqçi və psixoloq bir yerdə işləsinlər və artıq iş belə getsin. Nəyə görə hələ də psixoloqa problemli adam gedər düşüncəsi mövcuddur? Bu niyə dəyişmir? Çünki ilk olaraq, yəni əvvəldən elə gedib, əzəldən elədir. Və bizim mentalitetdə bu çox görünən bir şeydir. Amma demərəm ki, dəyişmir. Vaxt keçdikcə çox dəyişir və indi baxanda idmançıları məsələn qırağa qoysaq, adi insanlar belə daha çox psixoloqlara gedirlər, daha çox müraciət edirlər və artıq başa düşürlər onlarla nə baş verir. Məsələn, bu təşvişdir və ya depressiyadır və s. Sadəcə idmanda ümumi olaraq dünyada təzə başlayan bir şeydir. Ona görə Azərbaycana da yavaş-yavaş gəlib çatır. Marafon.
Marafon. Aha. Start. Start. Nə? Start. Sak. Tamam, dəyişəm. Start. Sürət. Sürət. Udan. Sürət. Uduzan. Sürət. Bilmirəm. Tamam. Koordinasiya. Heç yoxdur. Koordinasiya. Forma. Vurmaq. Forma. Forma. Knockout. Ha? Knockout. 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 Mhm. Round. Ha? Round. Round. Kaos. Kaos. Yox. Hücum. 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 Hakimlik. Ha? Hakimlik. Ayıb. Hakimlik. Bilmirəm. Fitlə. Final. Fitlə. Fitlə. Bilmirəm. Qələbə. Qələbə. Revanş. What? Revanş. Bilmirəm. Sezon. Rejissor. Rejissor. Sezon. Bilmirəm. Legioner. Rekord. Legioner. Legioner. Məşq. Məşq. Bir idmançıya desək ki, bunu etsən performansın dərhal artacaq. Nə demiş olardınız? Məncə bu onun diqqəti olar. Diqqətin fokuslanması, diqqətin konsentrasiyası. Çünki çox bir şey ondan asılıdır. Məsələn, idmançı həm məşqdə, həm yarışda diqqətini fokuslaya bilmirsə, onda böyük problemlər yaranır. Məşqçi psixoloq rolunu oynaya bilər. Hardasa ola bilər. Demirəm ki, tam yox. Amma dediyim kimi, məncə bu 100% deyil və ona görə yanında bir psixoloq mütləq ki olmalıdır. Psixoloji hazırlıq real olaraq idmançının nəticəsinə neçə faiz təsir eləyir? Ümumi götürsək, məncə bu hardasa 40-50%-ə gəlib çata bilir. Çünki məsələn idmançı gəlir və deyir ki, mən fiziki, texniki hər şey çox yaxşıdır. Özümdən çox əminəm. Amma nəsə baş verir ki, mən gedib orada tam 100% özümü göstərə bilmirəm və artıq heç bir yer ala bilmir. Ona görə psixoloji və mental dayanıqlıqdan çox şey asılıdır. Güclü idmançı psixoloqa getməz. Bu da bir stigmadır. Psixoloqa hamı gedə bilər. Ən azı gedib nəyisə bölüşmək üçün, danışmaq üçün və mütləq ki, elə bir şey ola bilər ki, elə bir məqamlar ola bilər ki, idmançı özü onu tam şüurlu anlamır, amma artıq psixoloqla danışandan sonra bu məqamları anlaya bilir və daha çox onlara fokuslanıb düzəldə bilir və daha yaxşı olur, daha yaxşı nəticələr göstərir. Yanınıza gələn idmançıların valideynləri ilə olan ilk söhbətiniz nədir? Ən çox valideyndən idmançı haqqında soruşuram. İdmançının emosional tərəfi, sosial tərəfi, evdə özünü necə aparır, məsələn, məktəbdə necədir, komandada kommunikasiya necədir. İlk olaraq belə suallardan başlayıram. Ən çox mənə maraqlandıran odur ki, evdəki atmosfera və evdə bu idmançı özünü necə aparır. Əgər federasiyalar bir sahəyə yatırım etməli olsaydılar, bu psixologiya olardı? 100%. Məncə 100% psixologiya olmalıdır. İnsanların düşüncəsində var ki, əgər sən populyar idmançısansa, sən psixologiyanı getməməlisən. Bu nə dərəcə doğrudur? İlk sualım yaranır ki, niyə? Yəni bunun səbəbi nədir? Niyə də? İnsanlar elə deyir? Nə qədər güclü olsa da idmançı, mən demirəm, bəlkə də həqiqətən o özü ilə bacarır,
Yəni bu özünü tənzimləmə texnikaların öyrənib bilir. Amma o demək deyil ki, psixoloqa getsə daha pis olacaq və s. Məncə bu ona daha çox kömək eləyəcək. Bir məşqçi və valideyn bu videodan sonra nəyə öyrənməlidir? Nə etməlidir? İdmançı ilə daha çox danışmalısınız, öyrənməlisiniz. Məsələn, valideynlər olur, gəlir idmançı ilə yeniyetmə və mən soruşanda ki, necədir? Deyirlər ki, hər şey çox yaxşıdır, çox ürəklidir. Amma idmançı ilə danışanda başa düşürəm ki, həm sosial problemləri ola bilər, məsələn, məktəbdə və ya məşqdə, həm emosional, məsələn, duyğuların tam aid edə bilmir, nə bilim, sevinci yaşaya bilmir və s. Ona görə bunu daha çox danışsalar idmançı ilə və təzyiq etmədən, bir manipulyasiya etmədən öyrənsələr ki, səninlə dəqiq hər şey yaxşıdır, dəqiq sən onu psixoloji olaraq tam hiss edirsən, tam yaxşı hiss edirsən, məncə daha yaxşı olar və idmançı da çox açıq olar onlarla. Başlayaq. Hazır. Tamam, izah eləyirəm. Deməli, bir işə başlamamışdan əvvəl nə götürürük? Emosiya olaraq nə almış oluruq? Həyəcan, Yox, başqa? Vaxt gedir, tez ol. motivasiya. Yox. Bilmirik o işin nəticəsi necə olar. Nəticə var idi burada. Uf. Tamam. İzah edə bilmirəm. Hə, bir şeyə bayaqdan sual verdimi? Nə etməliyik? Fokuslanmalıyıq. Yes, focus. İdmançı hara çıxır? Tatami, Aha, ora haradır? yarışa. Yarış. Yarışda nə olur idmançılar arasında? Mübahisə. Yox, başqa? Bilmirəm, Azərbaycan dilində. Tamam. Mən səhər dururam, axşam vaxtında yatıram. Bu nədir? Getdik. Bir dəqiqə. Bu sənin işinin bir parçasıdır. İdman. Hakimlik. Yes. İdmançı məşq qabağı nə etməlidir? Məşq etməli. Məşq qabağı. Məşq qabağı. Yox. Əylin dəyişmir. Sonra ya Zala bunların girməli. arasında Zala girməli. nə olur ki, onlar pis bir nəticə almasınlar. Zədə. Zədə almasınlar. O sözü özün dedin deyə təkrarladım. Zədə Zədə almasınlar Zədə almasınlar deyə. Hə, razminka. Aha, əla. İsinmə Hər hərəkətləri. bir professionalın xüsusiyyəti nə olmalıdır? Peşəkar olmaq. Aha, super. İdmançını yarış momenti nə edə bilərlər? Yarış momenti uduzdura bilərlər. Yəni başqa? Tam uduzmur Yox, da. heç. Deməli belə. Harda qalmışdıq? Onlar dedin, hər şey dedin. Good. Gəldiyin üçün təşəkkür eləyirəm Arzu. Mənim üçün maraqlı bir bölüm oldu və düşünürəm ki, idmançılarımız və valideynlərimiz baxıb özlərinə nəticə çıxarmaq deyil də yeni bir motivasiya və hardan başlamalı olduqlarını bilərlər. Çox sağ ol Jalə ki, məni də çağırdın və mən də ümid edirəm ki, bu belə olar və hansısa bir xeyrim toxunar həm idmançılara, həm məşqçilərə, həm də valideynlərə. Çox sağ olun, təşəkkürlər. Şap. Like and subscribe.